Viniput məhsulunu tanıtmaq üçün şöhrəti istifadəsinin də öncüsüdür. Onun reklamları üçün tanınmış insanlardan da istifadə etməyi də o başlatdı. Öncüsü o olmuşdur. Üçüncü, Görgünün xanımı Kraliçə Charlotte da tam bir çay dəsti sifariş verir və bu zamanda ona bənzər məhsulları Kraliçə takımı adı ilə ürətib, istehsal edib xalqa satma icazəsi adlı qəzetlərə reklamlar verilirdi və Rus çariçası 2. Yekaterina da özəl çay dəsti istehsal etdiyində eyni şeylər baş verir və bu zamanda yenə də çay dəsti üçün yalnız dəvətlilərin qatıldığı demək özəl xüsusi sərgilər təşkil edildi və Richard Twining və digər başqa çay tacirləri adları məşhurlaşdı bu dövrdə. Twining 1787-ci ildə dükanının qapısına özəl tasarım bir tabela asdı və çaylarını bugün də hələ də dünyada eyni adla tanınan, istifadə edilən və ən qədim logo olduğu zənn edilən eyni tasarımla etiketlədi və çay və çay ləvazimatlarının bazarlanması, bazara təqdim olunması tüketimciliğin ilk temellerini attı.